Bir daha nəzərinizə çatdıraq. Efirimiz canlı yayımlanır. 012 497 46 25. Sualınız varsa buyurun. Qonağımız Grand Hospitalın həkimi, Türkiyə və Avropa Koloproktoloji Cəmiyyətin üzvü ümumi cərrah, koloproktolog Türkan Gündüz. Xoş gördük sizi Türkan xanım. Xoş gördük. Necə gedir? Sağ olun, təşəkkür edirəm. İstirahətdə idiniz? Bəli, istirahətdə idim. İlk verilişimdir. Uğurlu olsun. Teşekkür ederim. Bir daha nəzərinizə çatdırım. Sualınız varsa 012 497 46 25 studiya məxsus nömrədə. İstəyərdim ilk elə proktoloji mövzulardan danışmışkən əlamətləri, yəni bizdə o problemi yaradan elə qəbizlikdən danışaq. Çünki qəbizlik elə bir haldır ki, düzdür, terapevt həkimlər də məlumat verir, gastroenteroloqlar, proktoloq həkimlər də məlumat verir. Sadəcə orada unudulan bir məqam var. Onu istəyirəm çünki sizinlə söhbət o qədər xoş keçir ki, teşekkür ederim. Bugün inşallah ümid edirəm elə olacaq. Və unudulur ki, qidanın tərkibində olan vitamin, yəni bir insanda ki, qəbizlik var. Biz hər zaman deyirik ki, bu qəbizlik hansı problemi yaradır? Dərhal keçid alırlar orqan və toxumalarda olan problemləri. Amma unudurlar ki, bu xroniki haldadırsa, axı insan bununla bərabər yaşayırsa, bunun növbəti halda, axı hər gün ərzində 2-3 dəfə, insan var 5 dəfə yeyir və hər dəfə yemək yedikcə bu qəbul etdiyi qidalarda olan maddələrin mübadiləsində pozulmasına səbəb olan müəyyən vitaminlərin mənimsənilməsi çətinləşir. Mən istəyirdim elə bu incə məqam da olsa oradan başlayaq. Çox doğru vurguladınız. Əvvəla qəbizlik mövzusunu deyəndə ilkin belə deyək, bu anadan gəlmə nədənlərdən dolayı da yarana bilər. Sizin dediyiniz kimi də, əgər bağırsaqda peristaltika problemi yoxdursa, əgər ferment yetməzliyi varsa, vitamin yetməməzliyi varsa, bəli, burada həzm prosesi çətinləşir əlbəttə ki. Və yediyimiz sizin vurguladığınız kimi, elə xəstəmiz var ki, bir həftələrdən, 10 günlərdən ayaq yoluna getmirlər. Hətta mən ona deyirəm ki, yaxşı, sən bu bir həftə 10 gün ayaq yoluna getməyəndə tədirgin olmadın mı? Yəni, ona görə də burada mütləq kolonoskopiya və yaxud da irriqoqrafik müayinə məsləhət görürük. Əgər bağırsaqlarında peristaltikada problem yoxdursa, demək ki, ferment yetməzliyi var. O zaman da biz xüsusi enzimlər və fermentlər təyin edirik ki, hansı ki, bunlar qida zamanı bunları qəbul edirlər və bunların əlbəttə ki, yanaşı olaraqdan biz aktiv yaşam tərzi hər zaman məsləhət görürük, qidalanmaya fikir verməyə məsləhət görürük. Bununla da bunların qəbizlik problemi düzəlir. Əgər ferment yetməzliyindən dolayıdırsa, əgər anadan gəlmə və yaxud da sonradan qazanılmış bağırsaq uzanması və yaxud da peristaltikada problem varsa və yaxud bağırsaq sallanması, ptoz dediyimiz, məsələn, bəzən olur köndələn çəmbər bağırsaqda bağırsaq sallanması var. O zaman əlbəttə irriqoqrafik müayinə biz bunu təyin edirik və əməliyyat məsləhətisə bunlara əməliyyat məsləhət görürük. Bununla da xəstə 3 gün klinikada qalmaqla bunun qarşısı alınır. Yəni burada bir şey də aydınlaşdıraq. Buyurun. Türkan xanım, bilirsiniz, bir var ki, hər hansı bir orqanik səbəbdən orqan toxumalarda gedən dəyişikliklər nəticəsində maddələr mübadiləsində pozulur, həzm sistemində dəyişiklik və qəbizlik. Digər tərəfdən, yəni qida rejiminə diqqət yetirməmək, insanların özündə elə maddələr mübadiləsində pozulmaları varsa, buna nəzər yetirmədən qəbizliyin özünün orqanları sıradan çıxartması. Onu çox doğru deyirsiniz. Bir də bunu deyim, İlham xanım, bəzən olur ki, pasiyentlərimiz məsələn uzun müddətdə antibiotik terapiya qəbul edirlər. Bunların orqanlarında heç bir problem yoxdur, amma bağırsağın mikroflorası pozulubdur. Mən bunu qeyd edirdim. Yəni o zaman əlbəttə biz mikrofloranı bərpa eləməliyik ki, əvvəlki vəziyyətdən qayıtsın. Hər nə qədər çətin olsa da, yəni ishal olur xəstələrimizdə. Məsələn, deyir, hər qidadan sonra, məsələn, əlbəttə bu qəbizliyə aid deyil, ishal olur məsələn, mikroflora pozulanda, bəzən də əksinə olaraq qəbizlik problemi yaranır. Əlbəttə biz də bunların qarşısını almaq üçün enzimlər, fermentlər təyin edirik və bunun önləmini alırıq. Yenə təkrar edəcəm. Buyurun. Hər birimiz anatomiyanı azacıq demirəm mükəmməl şəkildə, yəni hüceyrə səviyyəsində, etiologiyasına inmək lazım deyil. Müəyyən dərəcədə orqanların funksiyasına bələd olsaq yaxşı olar. Nəyə görə bunu mən vurğulayıram? Çünki əgər biz suyu içiriksə, aydın məsələdir, orada faydalı və faydasız komponentlər də ola bilər. Qidanı da, bu evdə hazırlandı, anam kərə yağında bişirdi, bu demək deyil ki, o faydalıdır. Bunun qərarını orqanizm verir və orqanizmdə lazımsız nə varsa, bunu orqanizmə xaric edən orqanımız var ki, qaraciyər. Bugün az deyil hər halda hepatoloji xəstələr, hansılar ki, ilk elə soruşulan sual da odur ki, qəbizliyin varmı? Niyə? Çünki qəbul olunan qida daxildə qalır. Qanın 95% ilə qaraciyərdə zərərsizləşir, təmizlənir, belə deyək, filtr rolunu oynayır. 1% isə börəklərdə, əlbəttə doğru vurguladınız. Bunlar hamısı orqanizm bir-birəyinə vəhdət təşkil edir. Hətta biz keçən verilişimizdə hepatitli xəstələrdə babasil xəstəliyi haqqında danışdıq. Necə bunların bağlantısı, hətta mən yadınıza gəlirsə dedim ki, əməliyyat eləyəndə qan hayxırma olur, siz sual verdiniz ki, necə ola bilir? Bunlar hamısı bir-birəyinə
birbirindən bağlantılıdır. Biz məsələn, əgər gepatitli xəstəm varsa, gəlirsə, proktoloji problemi varsa, mütləq gepatoloqdan konsultasiya alırıq və ondan sonra əgər onlar ultrasəs müayinəsində və yaxud da elastometriya aparatı var onlarda xüsusi, yəni onunla baxırlar, əgər problem yoxdursa qaraciyərdə və dalaqda, ondan sonra biz ona əməliyyat alırıq. Sizinlə danışmaq çox asandır. Teşekkür ederim. Yetər ki, sözü deyim. Sözü dedim, dərhal bütün sxemi ortaya qoyursunuz. Estağfurullah. Həqiqətən də mükəmməl formada, mükəmməl savadınız var. Allah razı olsun. Bir daha xatırladım, efirimiz canlı yayımlanır. 012 497 46 25. Sualı olanlar varsa, buyurun. Qadın koloproktoloq axtaranlarımız var. Bir daha təkrar edim ki, Qrant Hospitala müraciət edə bilərsiniz. Həkimin qəbulu bu ayın sonuna qədər 50% endirimlədir. Bəli. Təşəkkür edirəm. Borcumuzdur. Buyurub müraciət edə bilərsiniz. Mən istəyirdim biraz da ağırlaşmalarına keçək. Bəli. Çünki getdikcə bu problem qalanda, müalicəsi doğru aparılmayanda və ya ümumiyyətlə aparılmayanda nə əmələ gəlir? Bəzən bizim xəstələrimiz bizə müraciət edəndə, məsələn, düz bağırsaq xəstəliyinə müraciət edəndə mən onu tələsmirəm ki, baxırıq ki, babasil xəstəliyi var, hətta yəni ki, çat var və biz bunun altda yatan nədənini araşdırırıq. Bəzən görürsən, xanımlarda doğuşdan sonra olur və yaxud da oturaq həyat tərzindən sonra olur və deyir ki, məndən çoxdandan var. Amma elə xəstələrimiz var, həqiqətən bu xəstələr çətin xəstələrdir ki, hansı ki, qəbizlik problemi var. Yəni, sən bu xəstənə əməliyyat eləsən də, əgər sən bunun qəbizliyini aradan qaldırmırsansa, müəyyən müddətdən sonra orada təkrar babasil və çat yarana bilər. Biz bunun %100 qarantiyasını verə bilmərik. Hətta siz İlham xanım bunu deyim, dediniz istirahətdəsiniz, bizdə istirahət yoxdur, orada da xəstələrimizi fikirləşik. Bu aləti mən elə Türkiyədən istirahətdə olanda kargo ilə sağ olsun hocalarımız göndərdilər. Xüsusi xəstə bizə müraciət edəndə düz bağırsaqda bu bizim anaskopumuzdur ki, hansı ki bunun da xüsusi işığı vardı. İstəyirdim operatorlarımız bunu çəksinlər və burada bunun işığı var, xüsusi işığı var ki, hansı ki biz buradan xəstəmizi bu cihaz vasitəsilə müayinə edirik. Buradan istəyirdim çəksinlər. Və bununla müayinə edəndə bu işıq bizə imkan verir ki, biz sirkulyar olaraq ətraf toxumalarda olan babasillərin hansı səviyyədə yerləşdiyini, saat əqrəbi istiqamətdə, hansı saat əqrəbi istiqamətdə yerləşdiyini biz bunlardan təyin edə bilirik. Və bu alət vasitəsilə tək müayinə aləti deyil bu. Eyni zamanda rezin həlqələrlə biz band liqasyon alətini sizə göstərəcəm. Bizim görüntümüz də var, istəyərdim versinlər. Bu rezin həlqələr nədir? Xüsusi rezin həlqələrdir ki, mən heç vaxt avadanlığımı gətirməmişəm sizin verilişə. İstədim ki, xəstələrimiz özü bunu canlı görsünlər. Burada xüsusi bizim rezin həlqələrimiz var ki, hansı ki biz yenə bu cihaz vasitəsilə, bu anaskop vasitəsilə biz oradakı babasilləri təyin edirik və təyin elədikdən sonra, belə deyim, təyin elədikdən sonra biz bu cihazla rezin həlqəni yerləşdiririk. Bax belə. Bunun ağzında rezin həlqələr var və görüntümüz də var, yəqin ki verəcəklər. Band liqasyon alətlə, bu cihaz mənim əlimdədir, bax burada da həmin görürsünüz anaskopumuzu veriblər. Eyni zamanda mexanizm ondan ibarətdir ki, bax belə göstərim mən, çox əfsuslar olsun ki, rezin həlqə barmağımıza keçir. Bax görürsünüz, bax rezin həlqələr barmaq, bu elə bir ki babasil düyünlərdir. Yəni bunu qeyd edeyim, eyni zamanda da bizim bu alətlə yanaşı həmişə deyirlər, hamı deyir, sizin proqramlarda da deyirlər, bu infrared koagülyasiyon lazerdə əfsuslar olsun ki, bu alətimi gətirə bilmədim, böyük cihaz olduğuna görə, mənim şəxsi cihazımdır, bunu da qeyd edeyim, onu da Türkiyədən gətirmişəm. Çox gözəl, minimal, daxili hemoroidlər, qanayan babasillərdə, ürək əməliyyatı keçirmiş xəstələr, hansılar ki, bunlara ümumi anesteziya icazə verilmir, biz yerli lokal keyləşdirici altında bu cihazı istifadə edə bilirik. Bax, xüsusi həmin bu alətdə anaskoplar, yəni burada çox yerdə yoxdur. Bu anaskoplar, bu anaskop vasitəsilə görürsünüz, İlham xanım, içəridə daxili hemoroidləri yandırır və bunları blok eləyir bu damarları. Heç bir kəsik olmadan, tikiş olmadan bu damarlar blok olur və geriyə çəkir. Qanaxma da durur. Çox effektivli bir əməliyyatdır. Eyni zamanda mən lazerin başqa bir növünü göstərmək istəyirəm. Burada incə bir ucluqlu bizim cihazımız var. Həmişə verilişdə deyirlər, amma hər adam istifadə eləmir. Hətta mən bunu deyim, Azərbaycanda ilk dəfə Qrant Hospitalda biz icra eləmişik bu lazer üsulunun əməliyyatı. Bu xüsusi qurucuya qoşulduqdan sonra bunun iynə ucu qədər bir ucluğu var. Bu ucluqda xüsusi işığı var. Əfsuslar olsun ki, o cihazın gətirmədik, çox böyük cihazdır. Sadəcə ucluğunu gətirdim və burada da daxili babasillərdə və xarici babasillərdə çox gözəl nəticə olur. Hətta biz xəstələrimizi səhər əməliyyat edib axşam buraxa bilərik. O qədər minimal olur. Amma bəzən görürsən ki, bəli, aktiv qanayan damarlar olur. Artıq həqiqətən xronikidir. Yəni artıq damarlar üzə çıxıb gül kələmi kimi olubdur. Biz burada yanaşı olaraq liqaşor və yaxud da bizim xüsusi anaskoplarımız var ki, onlar vasitəsilə biz ya açıq əməliyyata baş vururuq və yaxud da başqa cihazlarımızdan istifadə edirik. O da yüksək nəticə əldə edir. Bax, qeyd elədiniz daxili bir də xarici babasil. İndi bunu hər halda həkim müayinə əsnasında
əslində təyin edir. Amma insanlar bu xarici babasili qoyaq bir kənara, bunu əllə toxunsalar hiss edilir. Yəni bu toxumanın nə olduğunu xatırlada bilərik. Nədir? Tromblaşmış hissədir, yoxsa bir hüceyrə yığıntısıdır, nədir? Şiş formasında olur, sərt olur, yumşaq olur. Toxunmaq məsləhətdirmi, məsləhət deyilmi? Çünki bəzən bunlarda qanaxma da olur. Bəli, bəli. Bəzən yox, çox vaxtda olur, belə deyim İlham xanım. Və xəstələrimiz, məsələn, xarici babasillər, ümumiyyətlə babasillər 2 növə bölünür. Əgər ki, bu sualı verdiniz, açıqlama verim. Daxili və xarici babasillər olur. Daxili babasillər özlərdə 4 növ var. Birinci, ikinci stadiya, yəni mərhələ olan babasillər konservativ müalicəyə tabedirlər. Amma əgər qanayan 3-cü dərəcənin başlanğıcında qanayan babasillər varsa, artıq biz bunları əlbəttə ki, bu lazer aparatı ilə və yaxud da bant liqasyon aləti ilə rezin həlqələr keçirtməklə bunun qarşısını tez bir zamanda lokal anesteziya altına ala bilərik. Amma belə qeyd edim, sizin dediyiniz kimi, əgər daxili babasilsə xəstə bunu görmür. Xəstə nə deyir? Deyir ki, doktor, elə bir ki, mən ayaq yoluna gedəndən sonra və yaxud uzun müddətdə ayaq üstə durduqdan sonra məndə ağırlıq hissi olur. Elə bir bağırsağım ağrıyır. Və biz ona müayinə eləyirik, xəstə bunu özü görmür. Xarici babasil olmadığına görə və daxili hemoroidin 4-cü mərhələsi olmadığına görə xəstə bunu görə bilməz. Ona görə də biz xüsusi həmin bu dediyim cihazla, anaskop vasitəsilə biz müayinə etdikdən sonra müəyyənləşdiririk ki, bəli, sizdə daxili babasil var. Məsələn, 3-cü, 7-ci saat təqribən 11 istiqamətində və biz bunlara əməliyyat və yaxud da konservativ müalicə məsləhət görürük. Əlbəttə, ilkin olaraq mənim tərcihim budur ki, dərman müalicəsi, pəhriz, normal yaşam tərzi əgər səhvdirsə, onu düzəltmək, və çox xəstələrimiz bundan effekt görürlər, əgər daxili babasildirsə. Amma görsək ki, xəstəmiz artıq effekt görmür, təkrar ən əsaslı gənc xanımlarımızın üzümü tutub deyirəm. Yəni, bilirsiniz, gənc xanımlar ana olurlar, ilk dəfə ana olurlar, sonra yenə doğuşa gedirlər. Məsələn, elə bugün də mən bir xəstəm gəldi ki, təkrar mən doğum olarmı? Doğum planlayıram. Artıq sevindirici haldır ki, yəni efirlər vasitəsilə həqiqətən sağ olun, həqiqətən görürlər, artıq bilinçli bir şəkildə mən hamiləlik planlaşdıram, bu dərmanı ata bilərəmmi? Bu sevindirici bir haldır. Bəli, biz də xəstələrimizi uyarırıq və inanın ki, babasil bunlarda bir də problem yaratmır. Amma əgər 3-cü dərəcə, mən deyim, daxili hemoroidlərim qanayan və yaxud da çölə çıxıb girirsə öz-özünə, bəzən xəstəmiz deyir ki, görürəm düyün var, ayaq yoluna gedəndə çıxır və təkrar öz-özünə girir və yaxud da özüm kömək eləyirəm. O zaman əlbəttə ki, biz artıq dərman müalicəsi burada effekti olmadığına görə bu venoz dorğunluq nəticəsində yaranan babasil xəstəliyi venoz durğunluğun zamanı yaranır. O demək deyil ki, o damar babasildirsə tromblaşıb. Xeyr, hər babasil tromblaşıb deyə bir şey yoxdur. Əgər görürsünüzsə damar ağrıyır, zonklama kimi bir ağrı var, elə bir pulsasiya eləyir və biz onu müayinə edirik, nəbz kimi vurursa və belə deyim sizə, fiolet rəngdə bir görüntü varsa, çəhrayı rəngdə və deyirik ki, tromblaşmış babasildir. Artıq biz bu laxta yığıntısı var orada. Bu laxta yığıntısını biz götürməliyik və inanın ki, çox böyük bir effekti olur, xəstə rahatlayır. Elə əməliyyatdan həmən sonra rahatlama olur xəstədə. Aydındır. Ümumiyyətlə, nəcisin rənginə görə, çünki biz daxili və xarici babasildən danışdıq, çünki daxili görünmədiyi halda kiçik olsa belə nəcis kütləsi, nəcis daşları desək, sərt şəkildə orada hər halda müəyyən dərəcədə toxunaraq zədə yetirə bilər ki, bu nəcisin rəngini də dəyişə bilər. Yəni, bu nəcisin rənginə görə babasilin olmadığını təyin etmək pasiyent tərəfindən nə dərəcədə doğrudur? Yox, o qədər də doğru olmaya bilər. Çünki bilirik ki, əgər düz bağırsağımızdan qanama gəlirsə, illa babasildən dolayı yaramaya da bilər. Yəni, qorxmasın. Bəli, belə deyim, əksinə qorxsunlar deyərdim. Bəli, üzr istəyirəm İlham xanım. Çünki, niyə görə deyirəm? Çünki həm mədədən qaynaqlanan bir qanama ola bilər, yuxarı hissədə 12 barmaq bağırsaq və yaxud da mədə xurasından qaynaqlanan bir qanaxma ola bilər, əgər qara rəngdə bir qanaxma gəlirsə və yaxud da tromblaşmış babasil varsa içəridə, onda da qanaxma ola bilər. Və əgər xəstədə nəcisdə qanama varsa, bu Allah iraq eləsin, yenə də heç kəsə arzulamırıq bunu, bağırsaqda olan bədxəstəlik xərçəngi nəticəsində də ola bilər. Biz elə Türkiyədə konqredə olanda düzdür, bunlar dedilər ki, əgər xəstənin yaşı gəncdirsə, genetik faktorda əgər problem yoxdursa, nəcisdə gizli qan testi yaptırmaq lazımdır. Çünki bu zaman biz təyin eləyə bilərik ki, bəzi alimlər düzdür, iki fikir ayrılığına düşdülər. Çünki dedilər ki, ola bilər xəstənin dişinin dibindən də qanama ola bilər, olar başqa bir yerdən də ola bilər. Biz deyə bilmərik ki, illa ki, xəstə yəni xərçəngdir. Ona görə də mən müəyyən yəni bu mənim seçimimdir və həqiqətən də şükürlər olsun ki, yanılmamışam və müəyyən yaş həddində xəstə gəncdirsə, əgər bunun ailəsində genetik faktoru olaraq kanser riski yoxdursa, yəni xərçəng riski yoxdursa, biz xəstəmizə onda yəni kolonoskopiya məsləhət görmürəm. Vizual olaraq mən bunu görürəm və anaskopumuz vasitəsilə görürəm və əməliyyat edilməndən sonra faydasını görürük. Amma yox,
dəfələrlə olub belə xəstələrim. Demişəm, gənc xəstələri göndərməyim. Sual vermişəm, demişəm ki, bəs atanızda, ananızda və yaxud da əmidə, xalada genetik olaraq xərçəng riski varmı? Deyiblər ki, bəli, atam ondan dünyasını dəyişib. Əgər mədə xərçəngi də varsa, yəni həzm sistemi ilə bağlantılı bir xərçəng riski varsa, mənim tərcihim bu olur ki, kolonoskopiya və gastroskopiya xəstənin yaş həddindən baxılmır. Amma xəstə 40 yaşını keçibsə, normalda standartlar belədir. Yəni bütün xaricdə 40-dan sonra, 50-dən sonra ildə 2 dəfə kolonoskopik check-up müayinə müddət lazımdır ki, bu olunsun. Çünki əgər erkən teşhis, yəni vaxtına qoyulan diaqnoz, yəni o həmin xəstəliyin inkişafını, metastazının qarşısını alır. Hər halda burada topladığımız anamnez də vacibdir. Əlbəttə. Çünki xəstənin hər hansı bir dərman preparatları qəbul etməsi, dəmir tərkibli dərmanlar, çox o da doğru. dəyişə bilər. Yəni, xeyr, dəmir də dəyişə bilər, doğru vurğuladınız. Hətta belə deyim, dəmir də qəbizlik problemini yarada bilər. Bəzi yanaşı gedən, elə sizlə danışanda mövzu açılır. Yəni, yanaşı gedən, bəli, təşəkkür edirəm, qarşılıqlıdır. Yəni, bunu deyim sizə, bəzi yanaşı gedən xəstəliklər də qəbizlik yarada bilər və yaxud da babasil xəstəliyini də yarada bilər. Məsələn, əgər şəkərli diabetdirsə, əgər allergiyası varsa, antihistamin dərman preparatları qəbul eləyirsə və yaxud da təzyiq problemi varsa, bunları qəbul eləyirsə, bu dərman müalicələri də həqiqətən bağırsağın peristaltikasını, yəni bağırsağın hərəkət qabiliyyətini zəiflədir, qəbizlik problemini yaradır və bu da eyni zamanda yanaşı gedən düz bağırsaq xəstəliklərinin yaranmasına səbəb olur. Təşəkkür edirəm. Mən nəcəs üzərində çox dayanmaq istəmirəm, çünki həm efir vaxtımıza görə insanlar narahat olmasınlar, ən azından. Nəcəs kütləsinin özünün də bəzən yumşaq və ya bərk olması. Burada hansı müayinələr tələb olunur? Onu biz əsasən eləmirik, belə deyim sizə. Əgər nəcis daşları varsa, məsələn, mən bəlli bir yaşda olan xanım var idi, yaşını deməyəcəm, adını da deməyəcəm. O xanım mənə dedi ki, doktor, məndə onsuz da gördünüz ki, çatdır da, məndə onsuz da babasildir, əməliyyat edəcəksiniz. Nə edirsiniz kolonoskopiyanı? Yaxşı ki də elətdirmişəm, dedim, mənim iş prinsipim budur, yəni istəsəniz başqa yerdə ola bilərsiniz. Və inanın ki, qoz böyüklüyündə İlhamə xanım bağırsaqlar təmizlənmişdi nəcisdən. Qoz böyüklüyündə bu xanımda daş çıxdı, nəcis daşı, təsəvvür edirsinizmi? Və xanıma dedim ki, al bunu apar muzeydə saxla, ev muzeyində. Yəni kolonoskopiyanın vacibliyin nə dərəcədə vacib olduğunu vurğulamaq istəyirəm, yəni burada. Xanım heç özü də şaşırmışdı ki, necə ola bilər ki, məndə bu ilə nəcis daşı olsun. Yəni nəcis daşı da nə edir? Gəri bağırsağı cırır, eyni zamanda babasili, anal çatın yaranmasına səbəb olur. Mən ümumiyyətlə bir ara suallar oxuyurdum, amma hal-hazırda şəxsi olaraq bir yazanlar var. Bəzi sualları oxumamağa üstünlük verirəm, çünki artıq cavablarını siz səsləndirirsiniz, təkrar olaraq eyni suala müraciət etməyim. Amma diqqətimi çəkən bir sual oldu ki, sual da deyil, əslində bu, indi bilmirəm nə dərəcədə, mən bəzən gülürəm insanların etdiyi hərəkətə. İndi doğrudur, yoxsa yanlışdır, sizin təsdiq və ya təqzib etməyinizi istəyirəm. Deyir, məndə babasili var, babamda da var idi, atamda da var idi, amma biz heç bir də həkimə getməmişik, müalicə almamışıq, əməliyyat eləməmişik, tam tərsi çuğundurla müalicə eləyiblər. Çuğundurla necə müalicə eləyiblər? Əlbəttə ki, doğru deyil. Ona görə gülürsünüz, başa düşürəm. Hətta mən belə deyərdim, mənim bir xəstəm də var idi, Lənkəranlı. Gəldi mənim yanıma ki, biz onu dədə-baba qaydası ilə yandırmışıq, dəmiri deyir. Dədə-baba nə deyir? Kələmi, kökü çuğundurur. Yox, təsəvvür edin ki, bu qədər əziyyət vermək doğru deyil. Amma şükür Allaha ki, bilinçlənirlər. Dəmiri götürüb, orada babasının düyünün üstünə qoyub ki, yandırıb. Və onunla deyir, çəkildi, amma enində sonunda gəlib, əməliyyat olub. Həqiqətən bu qədər işgəncə vermək insanların özlərinə bildi-bilmədi, doğru deyil əlbəttə ki. Mütəxəssisə müraciət eləsinlər, yəni bölgədə olan mütəxəssislərə müraciət eləsinlər. Yəni doğru. Yəni elə sınaqlardan keçməyin, çox xahiş edirəm. Regionlarda ola bilərsiniz, bu təhlükəlidir. Ondan çox təhlükəlidir. İsti suyla bir vanna eləsə, ən azından bu daha doğru olar. Sualı olanlar varsa 012 497 46 25 studiyamıza məxsus nömrədir. Və bir daha xatırladım, qonağımız Grand Hospitalın həkimi, Türkiyə və Avropa Koloproktoloji Cəmiyyətin üzvü, ümumi cərrah koloproktolog Türkan Gündüzdür. Doktorun qəbulu bu ayın sonuna qədər %50 endirimlədir. Müraciət etmək istəyənlər varsa buyurun. Doktor, qadınlar, kişilər fərq edərmi müraciətdə? İlk başlayanda mən bu sənətə həqiqətən fərq qoyurdum. Amma sonra elə oldu ki, xanımlara əməliyyat elədik, o qardaşını, yoldaşını bizə etibar edəndi, sağ olsunlar. Kişilər, xeyr, fərqi yoxdur. Pasiyent bizim üçün pasiyentdir. Yəni, belə deyim, ona görə fərq qoymuruq. Kişi xəstələrimiz qətiyyən utanmasınlar. Yəni, burada bizim xüsusi personalımız var ki, xüsusi şortlar verilir. Yəni, ondan narahat olmasınlar. Və həqiqətən qapalı üsulla, yəni müayinəmiz aparılır. Yəni, narahat olub çəkinməsinlər. Həkim həkimdir hər yerdə. Hepatiti olan insanlarda əgər əməliyyata göstəriş varsa, yəni əməliyyatdan başqa heç bir müalicəsi yoxdur deyirsinizsə, müəyyən müayinələrdən sonra.
Əgər pasiyentdə də paralel olaraq hepatit xəstəliyi varsa, bu əks göstəriş ola bilərmi? Xeyr, əks göstəriş deyil və çox var mı ümumiyyətlə əks göstəriş babasiya xəstəliyi? Bəli, əgər məsələn üçün baxırıq, biz bayaq da mən dedim, elastometriya və yaxud da ultrasəs müayinəsi vasitəsilə biz qaraciyər və dalaqlara baxırıq, yəni onların funksiyasının dəyişməsinə, toxuma səviyyəsinə baxırıq. Əgər orada olan qapı venası var qaraciyərdə, öz yəni daralma, sujeniya getməyibsə, biz onda bunları hepatolog bizə əlbəttə məsləhət görürsə, əməliyyata alırıq. Bəli, əgər sirroz olur da. Bəli. Ona görə də biz həmişə hepatoloqlardan daimi hepatitli xəstələrimiz varsa, konsultasiya alırıq onlardan və onlar deyirsə, rahat əməliyyatınızı girib eləyə bilərsiniz, biz əməliyyatımızı eləyirik. Amma xəstədə həqiqətən aktiv hepatit varsa, əməliyyatdan yana deyilik və belə xəstələrimizdə çox olubdur. Biz bunları konservativ dərman müalicəsi və yaxud da lazer aparatı ilə infrared koagulyasiyon lazeri, o bayaq göstərilən avadanlıqla biz onları prijigani eləyirik, belə deyərdim, vizual olaraq və heç bir açıq əməliyyatdan istifadə eləmirik. Mövzudan kənar olsa da yenə də yəni nahiyyə olaraq bir proktoloq həkim olaraq, çünki bilirəm ki, elə bir problemlər olanda proktoloq həkimə müraciət edir insana. Bir çoxlarında da qıl dönməsi olur. Bəli. Onun özü də müəyyən problem yaradır. Əlbəttə, dermoid nahiyəsinin anus kənarında. Bəli. Yəni yaxşı vurğuladınız. Xəstələrim həmişə mənə deyir ki, doktor, bunu çox danışmırsınız. Dermoid kista deyirlər, tibbi adı, yəni piloidal sinus kisti deyirlər. Bunlarda nə edirik? Qıl dönməsi, belə deyim. Biz müayinə edəndə əlbəttə bu anal bölgədən biraz yuxarı hissədə olur, büzdüm nahiyəsindən biraz yuxarı hissədə olur və biz bu zaman tükün dönməsini müşahidə edirik və burada iki tərəfli dəlik olur və bu dəlik vasitəsilə biz baxırıq ki, irinli iltihaplı proses gəlir. Ən çox kişilərdə təsadüf edilir, amma o demək deyil ki, xanımlarda olmur, xanımlarda da olur. Tükün tərsinə bitməsi, doğru dildə deyim ki, insanlarımız başa düşsün. Bu zaman biz əlbəttə xüsusi əməliyyat və yaxud da drenaj deyirik, o drenajdan eləyib, həmin bu lazer vasitəsilə oranı yandırırıq, həmin o dəlik olan blok eləyirik ki, bir də orada tükün dönməsi olmasın. Amma mənim şəxsi yolumdur ki, bir dənə məni izləyən pasiyentim bilirəm ki, hal-hazırda məni izləyir, rayonda əməliyyat olunmuşdu. Mənim taktikam budur. Mən xəstələrimə əməliyyatdan sonra da həmin nahiyədə 2 il, 3 il tükün olmamasını məsləhət görürəm. Və bunun üçün əvvəllər bilirsiniz, indinin özündə də eləyirlər, xüsusi yəni o qırxırdılar, amma tükün özəyi orada qalır. Mən epilyasiyana məsləhət görürəm ki, tükün soğanağı ölsün həmin nahiyədə və 1 il müddətində, il yarım müddətində orada tük bitməsin. Əgər bunun tükün nəticəsində yaranır da, əgər mənbəyini ləğv eləsəm, orada problem yaranmayacaq. Və hal-hazırda xəstəmiz dəfələrlə ona təzədən təkrarı əməliyyat demişlər. Biz onu sadəcə drenaj vasitəsilə sarğıya gəlib gedə-gedə və həmin təmiz nahiyənin təmiz olmağını bərpa eləyə-eləyə xəstəmiz yaxşıdır, şükürlər olsun. Bəli, ancaq gigiyena və tükün, həmin nahiyədə tükün olmaması gərəkir və gecikdirməməsi lazımdır. Yəni, ola bilər ki, o lezvə deyim də, lezvə ilə qırxırlar, yəni orada tükün soğanağı qalır. O soğanaq itməsi üçün mən lazer epilyasiyası məsləhət görürəm. İstər bəy olsun, istər xanım olsun. Bəli. Yəni, orada soğanaq olmadığına görə dermoid kistə yaranmır. Çünki tükdən nə vaxt dönəcəyi bəllidir. Bəli. Yox, dermoid kist, inanın ki, mənim belə bir xəstəm var, hal-hazırda məni izləyir. Çünki mən dedim ona, sən 2 ildə, əgər 2 ildən sonra da səndə orada tük bitsə, ola bilər ki, təkrar tərsinə bitsin. Artıq sənin anatomi quruluşunu elədir. Və hal-hazırda şükürlər olsun, o da mən dediklərimə riayət edir. 2 ildir bu adam heç bir problem yaşamır. Bir insanda babasel əməliyyatından sonra yenidən problem təkrarlanırsa, bu uğursuz əməliyyat sayılır? Xeyr. Nədir bəs bu? Mən belə deyim, varis problemidir bu. Necə ki, ayaqlarımızda varikoz genişlənmə varsa, necə ki, düz bağırsaqlarımızda varis problemi varsa, biz oradakı ana damarlarımızı, bəzən xəstələrimiz deyir ki, doktor, məsələn, bizdə %100 qarantiya verin. %100 qarantiya ümumiyyətlə dünyada, şükürlər olsun ki, biz, yəni, Türkiyədə bu sənədə Avropa Koloproktoloji Cəmiyyətinin üzvü seçildim. İnşallah sentyabr ayında İtaliyaya gedəcəyik. Orada da dünya alimləri var. Yəni bunu heç kəs, siz istəyirsiniz gedin Amerikada olunur, bunu heç kəs sizə qarantiyasını verməz. Hətta mənim sevindirici haldır ki, artıq Almaniyada əməliyyat olunan xəstələrin mənə müraciət edirlər. Əfsuslar olsun ki, mən onu da danışım, əgər vaxtımız varsa. Fistul əməliyyatları haqqında danışım. Buna seton qoymuşlar Almaniyada. Təsəvvür edin və 2 ay xəstəni buraxıb, xəstə gəlib Azərbaycana və təkrar gedəndə təzədən onu götürüb çıxardım. Bir xəstəndə də 15 gündən sonra. Bunları belə buraxıb, əməliyyat edib buraxmaq olmaz. Mənim xəstələrim bilirlər. Yəni bunu da biz öz başına öyrənməmişik, türklərin sayəsini öyrənmişik, sağ olsunlar. Belə deyim sizə, setona qoyulandan sonra 15 gün sonra bu setona nəzarət eləməlisən. Çünki orada o əzələni kəsmə mexanizminə sahibdir. Əgər baxırsansa, seton boşalıb, təkrar zajımı qoyursan, o setonu bərkidirsən. Və belə-belə elə bir kərə yağından iplə çəkərsən, elə bir qaydada o seton düşür. Və o xəstəni mən təzədən əməliyyat elədim
burada. Artıq sevindirici haldır ki, düzdür. Bəzən xəstələrimiz deyirlər ki, yox, burada özəl klinikalar baha açıldı. Elə bir şey yoxdur. Xəstələrimiz gedib orada 5 qat artıq pul ödəyirlər Almaniyada və yaxud da istər Türkiyənin özündə olsun. Amma bəzən başarısız əməliyyat başarısızdır. Yəni ona görə də əgər babasil əmələ gəlirsə, sualınıza cavab olaraq bunu deyim, o demək deyil ki, bu başarısız əməliyyatdır. Xeyr, xəstə gedib gücənirsə, xəstə gedirsə, qəbz olursa, sərt nəcisə gedirsə və yaxud da doğuşu ağrı geçibsə və onun arxasını tutmayıblarsa, təzədən babasil yaranırsa, bu uğursuz əməliyyatın nəticəsi deyil. Başqa yerdən varis damarı çıxır. Bəli, başqa yerdən varis problemi yaranır və təzədən o damara əməliyyat və yaxud da konservativ müalicə eləmək lazımdır. Mən bir tamaşaçı var xəttə, onu qəbul edeyim və biraz da istəyərdim bu işlədici dərmanları ki, qəbul edirlər bir çox insanlar. Baxmayaraq ki, onların nəcislərində qəbizlik var, problemi var, nəcisin özündə də problem var. Eyni zamanda hemoroy var. Nə məsləhət görəcəksə onu dinləyəcəm. Alo. Alo. Bəli, Nərmin xanım, hər vaxtınız xeyir olsun. Salam, Nərmin xanım. Buyurun, eşitiririk sizi. Mən həkimlə danışmaq istəyirdim. Yoldaşımın otik yaşı var, babasili var da, neçə gündə də qanaxma verir. Şamaz kömək eləmədi də, yəni ki. İndi əməliyyat deyil, prosta ikinci tipdə şəkərdir də, onunla bağlı zəng vurmaq istəyirdim, yəni sağılmağı ilə bağlı. Xəstəmizin neçə yaşı var dediniz xanım? 2 yaşı var. Bəs genetik faktorunda, atasında, anasında belə problem olur? Mövcuddur, ata nəsildə yəni mövcud var. Çox sağ olun sualınıza görə xanım, cavablandıracağım, təşəkkür edirəm. Mən buradan qeyd edeyim ki, əgər pasiyentdə şəkər də ola bilər, heç bir problem deyil. Necə ki, gepatitli xəstələrimizdə biz gepatoloqla məsləhətləşiriksə, biz acqarına aclıq kan testi deyilən bir test var, bunu yoxluyuruq və əgər şəkərin yüksək miqdardadırsa və yaxud da nisbi də yüksək olsa, biz endokrinoloq məsləhəti ilə və yaxud da anestezioloq, endokrinoloq məsləhəti ilə, yəni ona görə narahat olmayın. Rahat mənim şəkərli xəstələrim çox olub, əməliyyat eləmişik, hətta bəlli bir yaşda sizin yoldaşınız gəncdir. Yəni 70 yaşında bir xanımı mən əməliyyat eləmişəm. 75 yaşında şəkərli xəstələrdir və rahat sadəcə olaraq şəkərli xəstələrin yaraları biraz gec sağalma ehtimalı var və bunu da biz şəkəri tənzimləyərək, həmişə deyirəm, əməliyyatdan sonra mütləq şəkərini normada saxlayın və bununla da yaranın steriliyinə fikir verəcəksiniz, yara sağalır. Təşəkkür edirəm. Sualı olanlar varsa buyurun 012 497 46 25 studiya məxsus nömrədir. Bir daha nəzərinizə çatdırım. Həkim Grand Hospitalda fəaliyyət göstərir. Qəbulu bu ayın sonuna qədər %50 endirimlədir. Düzdür, xaricə getməkdənsə elə yol pulu özü nə qədər doğru mütəxəssis ünvanı bilsələr, həqiqətən insanlar niyə də olmasın ki, elə doğma vətəndə çox gözəl mütəxəssislərimiz var. Mən buradan çox üzr istəyirəm İlhamə xanım, bir şeyə vurğulayacağım. Xəstələrimiz də elə bilirlər ki, əgər burada, məsələn, bizim həkimlərimizin bir ölüm hadisəsi olanda və yaxud da xəstənin bir şey olanda, şükürlər olsun, yəni bizdə belə bir şey olmayıb. Hər həkimdə, yəni eşidirik xəbərlərdə, elə bilirlər ki, başqa dünyanın heç bir yerində ölüm hadisəsi olmur. Elə bir həkim, yəni biz millət olaraq çox xahiş edirəm buradan ki, özümüzə dəyər verək. Nəinki həkimlərə, öz mütəxəssislərimizə, incəsənət xadimlərinə, hamısına özümüzə dəyər verməliyik. Xaricdə sayısız ölümlər, biz Türkiyədə eğitim gördüyümüz zamanda təsəvvür eləyin, heç nədən belə xəstənin həyatı, bir həmşirənin, medistranın səhlənkarlığı üzündən çox xəstələr həyatının dünyasının dəyişdiyi də olub. Hətta onlarda belə bir sistem var, bunu da deyim. Sığorta problemi yaşayanlar və yaxud da ödəniş, nağdı pulu ödəməyən xəstələrimizdə onları ölümə tərk edirlər və dəfələrlə xəbərlərdə də deyirlər ki, biz xəstəxana olaraq bunu qəbul edə bilmərik. Şükürlər olsun ki, bizdə belə bir şey yoxdur. İstər xəstəxanamız olsun, yəni Azərbaycan bütün xəstəxanaları. Mən inanmıram ki, hansısa ölümcül bir xəstəni qəbul edib ona ilk yardımı göstərtməsin. Sadəcə, yəni bizi həvəsləndirmək lazımdır ki, biz də xaricə çıxıb getməyək bir dəfəmlik. Çünki bizə çox dəfələrlə təkliflər gəlir. Belə şeylər insanın həvəsini qırır həqiqətən. Bir-birimizə dəyər verək. Minnətdaram. Biraz öncə sual vermişdim sizə, xatırlayırsınız yəqin ki sualı, nəcisdən bağlı. Xatırlamıram. Xatırlamırsınız. Biraz... Bir daha nəzərinizə çatdırım. Efirimiz hal-hazırda canlı yayımlanır. 012 497 46 25 studiyaya məxsus nömrədir. Biz lazerdən müəyyən nümunələr göstərdik. Bu lazerdən papilomaları necə götürmək mümkündür? Papilomaları əlbəttə mümkündür. Papiloma balaca, yəni belə deyim, xırda bir ölçünü. Yox, mənim elə Instagram səhifəmdə də var. Yəni papiloma virusu haqqında danışmaq istəyirəm. Ümumiyyətlə gəlirlər, bəzən rayondan gələn xəstələrimiz bilmirlər bunlar nədir, sərt bir şəkildə olur. Biz mütləq qan analizi verdirik və
burada HPV virusu deyilən bunun hardasa bir 16-ya yaxın çeşidi var və biz burada HPV-16 əsas 18-16 bizə vacibdir. Bunları müəyyən edəndə biz bunları əlbəttə lazerlə və yaxud da koagulyasiyon aparatı ilə biz onları götürürük. Ən gözəl variant budur. Amma bu xəstəliyə çox ciddi yanaşmaq lazımdır. Çünki əgər bu xəstəlik həmin bu HPV virusu düz bağırsağın içinə gedərsə, artıq onları yandırmaq və yaxud da düz bağırsaqdan da esvariyə, yuxarıya qədər qalxa bilər və bunların da əfsuslar olsun ki, yəni immun sistemi, bağışıqlıq sistemi ilə bağlı olan bir şeydir. Zəif olan insanlarda daha çox olur. O zaman bağırsaq xərçənginə belə gətirib çıxara bilər. Ona görə vaxtında əgər çöl nakiyədə belə, istər anal nakiyədə, istər vaginal nakiyədə görürlərsə, mütləq qan analizi verib və bunun üstünə düşmək lazımdır, müalicə ilə aparmaq lazımdır. Tamaşaçının sualını eşitməmişdən xatırlada bilərəm sualı. Buyurun, Çünki bir çoxları və yaxud dedim qəvizliklə bağlı işlədici dərmanlar keçirlər, bağırsaqda olan tənbəlliyə əmələ gətirirlər. Bunlar nəyə diqqət yetirsinlər? Və digər kateqoriya insanlar da var, hansılarında ki, davamlı olaraq bayra çıxma istəyi olur, amma bu aldadıcı bir şey olur. Bu nədən xəbər verir? Bu ciddi bir xəstəliyin də xəbər vericisi ola bilər. Çünki niyə görə? Əgər bağırsaq kanseri, bağırsaqda xərçəng varsa, yalandan bağırsaq ayaq yoluna getmək alışqanlığı olur. Elə bir şey olur. Bəli, elə bir şeylər olur. Və yaxud da bağırsaq hər hansı bir xoş xəstəlik tümörü ola bilər və yaxud da bağırsaqda gedib uzun müddət qəbizlik problemi yaşayırsa, çətin ayaq yoluna gedirsə, elə bir hissiyat da ola bilər. Və yaxud da rektoceli xəstəliyində xanımlarımızda ən çox olur doğuşdan sonra düz bağırsağın uşaqlıq yoluna sallanması xəstəliyi. Bu zamanda yarım boşalma hissiyatı olur və bunlar da hər dəfə ayaq yoluna yarımçıq getdiklərinə görə deyirlər ki, elə bir ki, yarımçıq boşaldın və bunu da əməliyyat vasitəsilə müalicə eləmək olur. Əgər bu əlbəttə qarın yumuşaldıcıdan danışmışkən bunu deyim, bunu alışqanlıq yaratmaq olmaz. Bu bağırsaq alışqanlığına dönüşə bilər və hətta mənim xəstələrim olub ki, uzun müddət imalə ilə ayaq yoluna gedib. Yəni uzun illər deyir, bildim biləni mən özümü imalə eləmədən ayaq yoluna gedirəm. Bu da tənbəllik yaradır. Burada artıq ciddi bir müalicə aparmaq lazımdır. Artıq həm özü idmanla məşğul olmalıdır, yürüyüş eləməlidir, bol maye qəbul eləməlidir, sıx-sıx az-az bəslənməlidir, o tez-tez yəni az-az bəslənməlidir metabolizmanı sürətləndirmək üçün. Ona görə də bunlar hamısı kombinə şəkildə getməlidir. Amma bəzən də olur ki, heç əməliyyatsız bu müalicə olunmur. Bunu da qeyd edeyim. Bu ayın sonuna qədər həkimin qəbulu %50 endirimlə həyata keçirilir. Buyurun, Qrant Hospitala müraciət edə bilərsiniz. Koloproktolog Türkan Gündüz məhz Qrant Hospitalda fəaliyyət göstərir. Alo. Məlahət xanım, hər vaxtınız xeyir olsun. Alo. Bəli. Buyurun, eşidirik sizi. Salam. Salam, hər vaxtınız xeyir olsun. Əvvəla təşəkkür edirəm belə gözəl verilişləşdiyinizə görə. Buyurun, Xanıma eşidirik. sualım belədir ki, 10 il əvvəl mən operasiya olunmuşam və deyildiyinə görə məndə spike olub. Və hal-hazırda çox böyük mənim üçün problem yaradır bu. Bərk gedirəm, boş gedirəm, bu fərq eləmir. Və bilmək istəyirəm ki, bunlar sonradan düzəltmək mümkündür, yoxsa yox. Çox sağ olun, təşəkkür edirəm sualımı. Xanım, bir dəqiqə Məlahət xanım, deyilənə görə sizdə nə olub? Məndə hemoroy olub. Gemoroy olub, babasil olub. Hemoroy olub, Bəli. Şikayətləriniz nədir indi? Əməliyyat keçirmişəm. Bəs indi nədir şikayətiniz, xanım, üzr istəyirəm? Şikayətim ondan ibarətdir ki, məndə deyilənə görə spayka yaranmışdı və hal-hazırda çox böyük anus dəliyində daralma olub və mən çox çətinliklə bayra çıxıram. Bunu düzəltmək mümkündürmü? Təşəkkür edirəm. Çox sağ olun xanım. Biz təşəkkür edirik. Təşəkkür edirəm. Həqiqətən bu əməliyyatın ağırlaşması. Az öncə siz dediniz ki, məsələn 10 ildən sonra babasil yaransa, xeyr, bu ağırlaşma deyil. Amma xanımda olan əməliyyatdan sonraki ağırlaşmadır. Bu da yenə də deyirəm, yenə də deyəcəm, amma deyəcəksiniz həkimlərin tərəfini saxlayır doktor. Xeyr, belə bir şey yoxdur. Bu əməliyyatdan sonra dünyada, hətta biz yenə deyirəm, dəfələrlə xaricdə oluruq, bu haqqda seminarlar keçirilir. İnanın ki, dünya alimlərinin gördüyü o daralmaları bizə göstərirlər və bundan sonra əməliyyat taktikasını göstərirlər. Yəni belə bir şeylər ola bilər xanım. Buradan qeyd edeyim. Açıq əməliyyatdan sonra belə fəsadlar çox olur. Daralma orada olur və biz də anal nahiyənin plastik əməliyyatını eləyirik və sfinkterotomiya əməliyyatı eləyirik və yüksək nəticə əldə edirlər. Eyni zamanda necə daralma varsa, nəcis qaçırma problemi də ola bilər əməliyyatdan sonra. Əgər sən sfinkteri zədələmisənsə, bu daralmanın çarəsi var. Əfsuslar olsun ki, bu nəcis qaçırma daha böyük problemdir. Bəzən olur ki, 10 il bundan qabaq əməliyyat olub, artıq biz orada sfinkteri bərpa eləyəmirik. Yenə də istisnalar var. Bəli. Problem yarana bilər. Biz deyirik, siz həkimləri müdafiə edirsiniz, biz də həkimləri qınamırıq. Amma işini bilməyən həkimləri qınayarıq. Təşəkkür edirəm studiyamıza gəldiyinizə görə. Minnətdaram. Çox xoş keçdi sizinlə söhbət. Bir daha xatırladım, həkimin qəbulu bu ayın sonuna qədər %50 endirimlədir. Buyurun, Qrant Hospitala müraciət edə bilərsiniz.
Geyimlərimə görə təşəkkürümü bildirmək istəyirəm Məhəmmədli qəsəbəsi Məhəmməd Hadi küçəsi 23-24-də yerləşən Türkan mağazasına. 70% endirimlədir geyimlər. Əldə edə bilərsiniz. 012 370 42 70 077 370 42 70 əlaqə telefonlarıdır. Bugünü bu qədər. Sabah eyni saatda yenidən qarşınızdayım. Hələlik.